Ya da torpağa cips verəndə və yaxud dolomit verəndə mütləq satıcılarla deyil, düzgün mütəxəssislərlə hesablatdırıb ona görə verin. Tək torpağı diqqətə almayın. Eyni zamanda bitkini də diqqətdə alın. Yəni, deyək ki, bu erkən yetişən meyvələrə verilməsi məsələsində məsələn ciddi olmaq lazımdır. Tutaq ki, gilas erkən yetişir meyvəsini. Fürsətiniz olmayacaq kalim atmağa və bütün meyvəni yerə tökəcəksiniz. Yəni, bax, belə bir səbəb var ortada, yəni, belə bir problem çıxacaq ortaya. Alçadır, cavalıdır, şaftalıdır, almadır, bu kimi bitkilərə verə bilərsiniz. Çünki bor və dəmir əksikliyindən meyvələrini tökməyəcəksiniz. Həm də eyni zamanda həmişə mən femen bakteriya qışda tövsiyə edirəm payız dövründə. Onu boşu-boşuna tövsiyə eləmirəm ki, çünki fürsət olmur yazda, çiçək açan dövrdə həmin o bor və dəmir elementi bitki tərəfindən yetərincə təmin olunsın. Meyvələrin tökülməsinin birində səbəblərindən biri də odur, onu da geniş paylaşmışım. Bir də cips tövsiyə etmək üçün gərəkən hesablamalar ədəbiyyatlara baxsınız, ədəbiyyatlara görə bəllidir. O hesablamalarla cipsi hesablamayın, bunu mütəxəssislərə deyirəm. Çünki o düsturlar torpaq yumaq üçündür və həddən artıq çox çıxır hektara norma. Dedik ki, sar 6-ya qədər və 6-11 arasında sara toxunduq. Bir də var sar 11-dən çox və yaxud da deyək ki, ədəbiyyata görə sarın qiyməti 13-dən çoxdursa. Yəni, torpağın üzü hər sulamada ağappaq ağarırsa, bunu cipsləmək heç bir iş verməz. Bunun iki yolu var. Ya məscidə gedib gecə gündüz dua eləmək lazımdır, ya da torpağa drenaj atmalısınız. Yəni, torpağa tonlarla cips də atsanız, drenajsız daha da ciddi problemlərə yol açacaqsınız. Çünki artıq ksilemlə suda həll olan elementlərlə birgə natrium karbonat da daşınacaq və burada Əl-Fatihə, vəssalam. Yəni, burada hər hansı bir bitkidən söhbət gedə bilmir. Baxıram, paylaşımlarda var, torpağın üzü ağappaqdır, bilirəm ki, orada sarın dəyəri həddən artıq yüksəkdir və gətirib ona cips verməklə məsələni həll eləməyə çalışılır. Yəni, 13-dən o yana ancaq Allah versə verə bilər, bəndənin əlindən ancaq drenaj atmaq gəlir. Məsələn, paylaşmışam skalarezlərlə torpaqda kəsimlər edilə bilər. Heç tirə də demək istədiyim bu işdə sizə kömək olmur. Çünki tirənin də bir xüsusiyyəti var. Sulamadan sonra difuziya olunan duzlar tirənin ən təpəsinə çıxır. Yəni, bu da demək olar ki, uyğun bir yol deyil. Başqa bir məsələ də var. Qubaq açmaz ərazisində 4-5% gil olan torpaqlar var. O torpaqlara da gil vermək lazımdır. Montimorlit, illit və yaxud da kaolin kimi gillərdən istifadə edilə bilər. Çünki gil minimum 8% olması halında verilən gübrələr bitki tərəfindən tam mənimsənilməsi təmin edilir. Çünki gübrəli suyu verirsiniz, verdikdən sonra belə deyim, yayın hazırında məcbursünüz ki, bitkini susuz qoymayasınız və daimi su vermək istəsiniz. Verilən növbəti su öncəki mineralın kökdən uzaqlaşdırır. Yəni, belə deyim ki, o mineral orada müəyyən bir zaman qalmalıdır ki, bitki tərəfindən elə verən kimi mənimsəmir ki. Həmin o növbəti sulamalar da həmin o mineraldan orada əsər əlamət saxlamır. Söhbət həmin torpaqlardan gedir. Yəni, torpağında 4-5% gil olan, o günlər məsələn 2,5% gil var idi torpağında. O tip torpaqlardan söhbət. O zaman dolomit daha yaxşıdır. Çünki onun qum və gilin, yəni hər ikisinin qaldırmaqda kömək olur. Belə. Yəni, demək istədiyim, mən mövzuya bir şəkildə münasibət bildirdim. Görməzə bilməzə, elə cips yaxşıdır deyib girişməyin mövzuya. Abi, o, hər il bir tema çıxır ortaya. Hər il yeni bir tema çıxır ortaya. Belə, Allah köməyiniz olsun.